Sən də dərs oxuyarkən ya da vacib bir iş görərkən özünü telefona baxarkən tapırsansa, narahat olma, bu problem təkcə səndə deyil. Günümüzdə fokus problemi, xüsusilə də gənc nəsil üçün çox yayılmış bir çətinlikdir. İnsanlar bir neçə dəqiqə belə diqqətlərini bir şeyə verə bilmirlər. Amma bu, sadəcə tənbəllik deyil. Məsələ çox daha dərindir. Əslində diqqətini cəmləyə bilməməyin əsas səbəblərindən biri, beyninin daim dopamin axtarışında olmasıdır. Dopamin, beynin xoşbəxtlik siqnalıdır. Və bu siqnalı bugün çox asan yollarla əldə edə bilirik. Sosial media bildirişləri, TikTok videoları, YouTube Shortslar, Instagram Reelslər. Hər biri beyninə saniyələr içində kiçik zövqlər bəxş edir. Bax, problem də buradadır. Beynin bu ani zövqlərə o qədər alışır ki, artıq dərin və uzun müddətli işləri maraqsız hesab edir. Kitab oxumaq, dərs çalışmaq, layihə hazırlamaq, hətta bir filmi sakit oturub izləmək belə çətinləşir. Çünki bunlar dərhal dopamin vermir. Beynin gözləyir ki, hər 5-10 saniyədən bir yenilik gəlsin. Sən kitab oxumağa başlayırsan, amma biraz sonra içində bir narahatlıq yaranır. Beynin deyir, hadi, telefonu götür, nəsə bax. Elə həmin an əlində telefon olur, TikToku açırsan, 15 saniyəlik əyləncəli videolara baxırsan. Sən bunu dincəlmək kimi qəbul edirsən, amma əslində beynin dopamin asılılığını qidalandırırsan. Sən iradəni gücləndirdikcə beynin səni yox, sən beynini idarə etməyə başlayırsan. Artıq kitab oxumaq mümkün olur. Dərsə oturanda 5 dəqiqə sonra telefona qaçmırsan. Fokusun artır. Sakitlik sənə sıxıcı gəlmir, əksinə güc verir. Əgər fokusunu geri almaq və beynini bu xaotik dövrdə idarə etməyi öyrənmək istəyirsənsə, bu yol iradəni idarə etməkdən keçir. Bu barədə daha ətraflı danışdığımız növbəti videomuz buradadır. İradəni necə idarə edək? Mütləq izləməyi unutma.